Sumqayıtda gecə yarısı başqa qadının evinə gələn 24 yaşlı gəncin meyidi tapılıb. Hadisə şəhərin 5-ci mikrorayonu ərazisində qeydə alınıb. İlkin məlumata görə onun meyidi qonaq gəldiyi evdə aşkarlanıb. Dərhal hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırma zamanı meyidin Amil Zeynalov adlı şəxsə aid olduğu bəlli olub. Şahidlərin verdiyi məlumata görə Amil Zeynalov hadisə olan binada yaşamırmış. Onu heç tanıyan da yoxdur. Ancaq söz gedən binada tək yaşayan qadın olub. Meyit də məhz həmin qadının yaşadığı evdə aşkarlanıb. 24 yaşlı Amilin hansı şəraitdə və necə ölməsi barədə hələ ki məlumat yoxdur. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır. Nizami Rəsulov, xüsusi olaraq Dinas TV üçün.